Gəlin Qarabağ və Ajax arasında keçiriləcək Çempionlar Liqası oyununun əsas məqamlarına sürətli bir nəzər salaq. Deməli, bu heç də sıradan bir oyun deyil, əslində hər iki komanda üçün taleyüklü bir maçdır. Düşünün ki, Amsterdamın nəhəng klubu Ajax Bakıya gəlir ki, turnirdəki sıfır sindromuna son qoysun. Bizim Qarabağ üçün isə bu play-offa gedən yolda demək olar ki, həlledici bir döyüşdür. Birincisi, gəlin Ajax'dan danışaq. Onların vəziyyəti açığı heç də yaxşı deyil. Baxın, 5 oyundan sonra hesablarında bircə xal da yoxdur, sıfır. Hətta baş məşqçiləri Fred Grim açıq şəkildə deyir ki, tək məqsədləri nifrət etdikləri bu sıfırdan yaxa qurtarmaqdır. İkincisi, bəs Qarabağ. Komandamız üçün bu oyun ya tamam, ya davam məsələsidir. 7 xalımız var, amma play-offa vəsiqə qazandıran o ilk 24-yə düşmək üçün bu qələbə bizə hava və su kimi lazımdır. Və nəhayət, oyunun özü haqqında bir neçə detal. Maç dekabrın 10-u axşam saat 21:45-də Tofiq Bəhramov adına stadionda olacaq, amma ən maraqlısı budur. Təsəvvür edin, Ajax'ı dəstəkləmək üçün Bakıya 1400-ə yaxın Niderlandlı azarkeş gəlir. Yəni, stadionda əsl futbol atmosferi olacağı dəqiqdir. Bir sözlə, bu maç bir tərəfin uğursuzluq zolağını qırmaq, digərinin isə turnirdəki taleyini həll etmək cəhdidir.